Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən Lion Pub restoranı ətrafında qeydə alınan görüntülər ciddi suallar doğurur. Redaksiyamıza təqdim olunan gündüz də gecə saatlarında lentə alınmış videolarda restoranın qarşısındakı ərazidə aparılan işlərin diqqətdən kənarda həyata keçirilməsinə cəhd edildiyi iddia olunur. Videolardan görünür ki, ərazidəki ağacların kəsildiyi və restoranın qarşısının genişləndirildiyi, küçə boyunca daha çox masa yerləşdirilməsi üçün yer açıldığı iddia edilir. Xüsusilə gecə saatlarında görülən işlər cəmiyyətdə haqlı şübhələr yaradır. Əgər hər şey qanun çərçivəsində həyata keçirilirdisə, işlər niyə gecənin qaranlığında aparılırdı? Ən narahat edici məqam isə yaşıllıqların taleyidir. Ağaclar şəhərin ekoloji tarazlığının mühüm hissəsidir və onların kəsilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun icazələr əsasında mümkündür. Bu baxımdan sual yaranır. Ağacların kəsilməsinə kim icazə verib? Xətai rayon icra hakimiyyəti bu işlərdən xəbərdar olubmu? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə aparılan dəyişikliklərə razılıq veribmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların məhv edilməsi iddialarını araşdıracaqmı? Videolarda gecə saatlarında işləyən fəhlələrin görülməsi də əlavə suallar doğurur. Onların əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilibmi? Əmək müqaviləsi olmadan işçi çalışdırılması iddiaları varsa, bu məsələdə aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır. Şəhərdə yaşıllıq sahələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu halda, belə görüntülərin yayılması ictimai narahatlığı daha da artırır. Qanun hamı üçün eyni olmalıdır. Sahibkarlığın inkişafı vacibdir. Lakin bu inkişaf yaşıllıqların məhv edilməsi və ictimai ərazilərin zəbt edilməsi hesabına baş verməməlidir. Bakunews.az məsələni diqqətdə saxlayacaq və Xətai rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazır olduğunu bildirir. Əgər yayılan iddialar həqiqəti əks etdirmirsə, qarşı tərəfin cavab vermək hüququna da hörmətlə yanaşılacaq. Bizi niye çekirsiniz? Sizi ona görə burada işləyənləri hamısı. Fərqi yoxdur, mənim üçün nə fərqi var? Sən mən daş vuralam, məni niyə çəkirsən ki? Daş, işini gör də. İşini gör, sizlə mənim nə işim var? Mənə lazım olanı mən çəkirəm.